Aliment məsələsi daim müzakirə mövzusudur. Təyin edilən alimentlə razılaşmayanlar və ya ödəməkdən yayınanlar. Demək, bu ilin ilk rübündə 5731 nəfər aliment ödəməkdən yayınıb. Bu ilin ilk rübündə 6000-ə yaxın şəxs aliment ödəmədiyi üçün müvafiq dövlət orqanlarından gizlənib. Ədliyyə Nazirliyindən Xəzər xəbərə verilən məlumata görə ilin birinci rübü üzrə aliment ödəyənlərin sayı 115265 nəfər olub. Ödəməyənlərin sayı isə 5731 nəfərdir. Ümumilikdə isə son 5 ildə bu rəqəm artmaqda davam edir. Evlənəndə o xoş günlər keçiriləndə mən onu fikirləşmirdim. Səndən olan uşaq olacaqdı. Ona baxmaq lazımdır. Ailənin qədrini bilməyən, torpağın, vətənin də qədrini bilməz. Hər hansı tərəfə aliment ödənirsə, o ayaqda mükəmməl bir şəkildə durmalıdır ki, övladına baxsın. Demək ki, onda onlar uşaqların qədrini bilmirlər, istəmirlər uşaqlarını. Onlar üçün yəni bircə özləridir. Bəs aliment ödəməyənlərə qarşı hansı tədbirlər görülür? Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Günay Ağamalı deyir ki, bu istiqamətdə mütəmadi araşdırma aparılır. Alimentin öhdəliyinin icrası Ədliyyə Nazirliyi yanında icra xidmətləri tərəfindən təmin edilir. Lakin bəzən aliment ödəməkdən yayınma halları ilə rastlaşılır. Bu hallarda qanunvericiliyə əsasən müxtəlif məcburi icra tədbirləri, inzibati tədbirlər tətbiq olunur. Hazırda gündəmdə olan mühüm təşəbbüslərdən biri də aliment fondunun yaradılmasıdır. Alimentin ödənilməsində çətinliklərlə üzləşən ailələrə dövlət dəstəyinin göstərilməsi, eyni zamanda həmin məbləğin sonradan borclu şəxsdən tutulması nəzərdə tutulur. Ədliyyə Nazirliyindən Xəzər xəbərə bildirildi ki, alimentin qərəzli şəkildə ödənilməməsinə görə borclular inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. Bu ilin birinci rübündə də aliment ödəməkdən qərəzli şəkildə yayınan şəxslər barəsində inzibati və cinayət hüquqi təsirli tədbirlər görülüb. Nigar Polad, Davud İbrahimov, Şəbnəm Qurbansoy, Xəzər xəbər.